Salam olsun izləyicilərimizə. Bugün ümumi qabiliyyət imtahanının 2021-ci ilin riyazi hissəsinin suallarını təhlil edəcəyik. Əgər videonu bəyənsəz, videoya like atmağı, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Əlaqə saxlamaq istəyənlər videonun açıqlama hissəsindəki əlaqə məlumatlarını istifadə edə bilərlər. Başlayaq 41-ci sualdan. Köynək maykadan 4 dəfə bahadır, mayka isə papaqdan 2 dəfə bahadır. Deməli, gəlin bunları dəyişənlə ifadə eləyək. Köynək olsun 8x. Maykadan 4 dəfə bahadsa, deməli mayka 4 dəfə ucuzdur. 8x-i 4-ə böləndə olacaq 2x. Mayka isə papaqdan 2 dəfə bahadır. Deməli papaq da maykadan 2 dəfə ucuzdur. 2x-i 2-yə böləndə olacaq x. İndi nə deyir? Bir köynəyin qiyməti, hansı ki 8x-dir. 8 papağın qiyməti isə yenə 8 vurulsun x-dən 8x-dir. Bunlar bir-birinə bərabər olacaq. Yəni cavab Cavab olacaq C bəndi. Burada yəni 8x, 2x nəyə görə 8x götürdüm? Heç önəmi yoxdur yəni. Əslində ən başlanğıcda birinci dəyişənimizə götürüb məsəl üçün deyərdik ki, köynək x-dir. Böyük ehtimal çox adam bilir, amma yenə də izah eləyirəm. Maykadan 4 dəfə bahadır. Deməli mayka 4 dəfə ucuz olanda olacaq x böl 4. Papaq isə mayka isə papaqdan 2 dəfə bahadır. Yəni papaq da maykadan 2 dəfə ucuz olacaq. Yəni nə olacaq? X bölünsün 4 bölünsün 2, hansı ki bərabərdir x böl 8-ə. İndi deyir, köynəyin qiyməti olacaq x. 8 dənə papağın qiyməti də 8 vurulsun x böl 8 olacaq da. Bunlar yenə ixtisar gedəndən sonra burada da x qalacaq, burada da x yenə bərabər olacaqlar. Yəni ilk dəyişəni nə götürməyinizin önəmi yoxdur. Onsuz da nisbətlər bir-birinə bərabərdir. 42-ci sual. Düzbucaqlı üçbucağın ən kiçik bucağının ölçüsü yoxsa 40 dərəcəmi? Gəlin bir dənə düzbucaqlı üçbucaq çəkək. Aha. Deməli, bura olsun düzbucaq təpəsi. C ilə işarələyək. Bura olsun A, burada B. Düzbucaqlı üçbucağın deyək ki, bərabər yanlı olanda bu düzbucaqlı üçbucaq. A təpəsində və B təpəsindəki bucaqlar 92-yə bölüb 45 tapırıq. Amma bizdən kiçik bucağın dərəcə ölçüsü nə ola bilər? Kiçik bucağın dərəcə ölçüsü mütləq şəkildə həmin 45-lərdən biri azalanda nə qədər azalırsa, digəri də o qədər artır. Onda o azalan olacaq bizim kiçik bucağımız. Böyük olanda 45-dən böyük olan olacaq. Deməli, biz bilirik ki, düzbucaqlı üçbucaq bərabər yanlı olmayanda kiçik bucağın dərəcə ölçüsü təbii ki, 0-dan böyük olacaq. Həmin alfa ilə işarə eləyək. Bura tutaq ki, kiçikdir. 45-dən də kiçik olacaq. Böyük bucağın dərəcə ölçüsü isə beta ilə işarə eləyək. 45-dən böyük olacaq. 90 dərəcədən isə kiçik olmalıdır. Yəni bu onda kiçik bucağın ölçüsü 0 ilə 45 arasındadır. 40 ilə müqayisə təbii ki, eləyə bilmirik. Bərabər də ola bilər. 40-a kiçik də, böyük də, deməli C variantı olmuş olur. Deməli, ərazini eyni cür traktorlarla şumlayırlar. Bunlardan hər biri saatda bərabər sahədə torpaq şumlayır. 3 traktor 1 saatda 2 hektar torpaq sahəsi şumladı. 6 belə traktor 2 saatda şumlanmış ərazinin sahəsi yoxsa 7 hektarmı? Fikir verin, 3 traktor 1 saatda 2 hektar şumluyurdu. İndi traktorların sayı 2 dəfə artdı. Vur 2 oldu. Və saatın miqdarı da 2 dəfə artdı. 2 dəfə artdı, 2 dəfə artdı. Toplam deməli şumlanan sahə 4 dəfə artmış olacaq. Yəni 2 hektar etsə olacaq 8 hektar. Onda 8 hektarsa bilirik ki, 7 hektardan böyük olacaq belə. Bu sualı başqa bir üsulla da eləyə bilərdik, amma gərək tərs mütənasib, düz mütənasib anlayışlarını bilək. Necə? Biz bilirik ki, birinci bura traktor yazaq, bura zaman, burada sahə. Bir başda bizə deyir ki, 3 traktor 1 saata 2 hektar sahəni şumlayır. Bəs 6 belə traktor 2 saata nə qədər sahəni şumlayar? O da olsun x. Biz bilməliyik ki,
traktorla zaman tərs mütənasibdir. Yəni traktorun sayı artdıqca zaman azalır. Yəni nə qədər çox traktor işləsə, bir o qədər az vaxtda sahə şumlanmış olacaq. Tərs mütənasibdirsə belə vururuq. İndi zamanla sahə, yəni zaman çox olduqca bir o qədər də çox sahəni şumlamış olacaq da. Yəni zaman neçə dəfə artsa, sahə də bir o qədər dəfə artmış olacaq. Ona görə tərs mütənasib olduğuna görə onları çarpaz vururuq. Onda nə olmuş olur? 3 vur 1 vur x bərabər olacaq 6 vur 2 vurulsun 2-yə. O da deməli 3x bərabərdir 24-ə. X də bərabərdir 24 bölünsün 3. Təbii ki, eyni cavabları tapacaqdıq. Yenə də 8 hektar sahə tapdıq. Yenə də böyük olmuş olacaq. Cavab deməli A olur. Baxaq 44-cü suala. X və Y elə iki rəqəmli ədədlərdir ki, onların fərqi 50-yə bərabərdir. X bölü Y mi, yoxsa 7 mi böyükdür? Deməli, biz baxaq görək ki, X ilə Y maksimum neçə ola bilər? Deməli, X maksimum 99 olursa, Y də onda olmalıdır 49 ki, onların fərqi 50-yə bərabər olsun. Deməli, Y-də X 49-da 99-a bərabərdir. Bəs minimum, onda Y-in minimum qiymətinə baxmalıyıq, 2 rəqəmli olduğuna görə. Y deməli 10 olmalıdır. Onda deməli X də 60 olmalıdır ki, onların fərqi 50-yə bərabər olsun. İndi fikir verin. 60-ı 10-a böləndə 6 eləyir. 99-u isə 49-a böləndə 2-dən çox azca böyük bir ədəd eləyəcək. 2 tam nə qədərsə. Çünki 2 olsaydı 98-i 49-a bölsək 2 eləyərdi. Amma 2-dən çox azca böyük bir ədəd. Deməli, biz onda başa düşməliyik ki, bu fərq 2 tam neçə ilənsə 6 arasında yerləşir. 6-dan kiçik bərabər. Yəni, belə olacaq. 2 tam neçəsə fərqi x ilə işarələsək 6-dan da kiçik bərabər. Deməli, o nisbət həmişə 7-dən kiçik olur. Cavab olacaq B. Biz buradan başa düşməliyik ki, məsəl üçün 60-da 10-dur. Həmin x ilə y-in ən kiçik qiymətləri. Sonra bir vahid artırsaq ələsini, yenə təbii ki, fərq dəyişməyəcək. 61-də 11. Sonra 62-də 12. Sonra 63-də 13. Ta belə gedir bu qiymət. Ən axırda olur 98-də 48, bir də 99-da, daha doğrusu 48-də 98 və 49-da 99. İndi fikir verin, burada nisbət 6-ya bərabər idi. Burada artıq 6-dan azca kiçildi. Niyə? 66 olsaydı 66-yı 11-ə böləndə 6 olardı, amma artıq 6-dan kiçikdir. Və buradakı nisbət də bundan kiçikdir. Üçüncü nisbət ikincidən. Nisbət getdikcə kiçilə gedir. Ta burada 2 tam nə qədərsə olur. Yəni, limiti bilən əslində adam bu mövzunu yaxşı başa saldığım izahı başa düşəcək. Bunlar bir-birinə artdıqca hər iki ədəd, bu nisbət 1-ə yaxınlaşır. Yəni, hər ikisi sonsuzluğa getdikcə bu nisbət 1-ə yaxınlaşmış olacaq. Amma heç bir vaxt 1 olmayacaq bu nisbət. Sadəcə 1-ə yaxınlaşır. Deməli, bunu da izah eləyəndən sonra 45-ə keçək. 6 natural ədədin cəmi 8-də bərabərdir. Biz fikirləşməliyik ki, 6 dənə 1-in cəmi 6 eləyir. Deməli, o 1-ləri 2 dənəsini, hərəsini 1 vahid artırmalıyıq və yaxud da 1 dənəsini 2 vahid artırmalıyıq. Yəni, ya 4 dənə 1, 2 dənə 2, hərəsini 1 vahid artıranda, ya da 1-ni 2 vahid artıranda 5 dənə 1, 1 dənə də 3. Hər iki halda da 1 vur 1 vur 1, vur 2 vur 2 bərabər olacaq 4-ə. Hasili soruşur. 1 vur 1 vur 1 vur 1 vur 3. Hasil 3-dür. Hər iki halda da hasil 5-dən kiçikdir. Deməli, B sütunu böyük olacaq. Deməli, baxaq 46-cı suala. A və B elə müsbət ədədlərdir ki, B-də A böyükdür 7-də 3-dən. Yəni, burada çox fikirləşməyə ehtiyac yoxdur. Çox sadə bir sualdır. A üstəgəl B mi, yoxsa nə deyir? 10 mu böyükdür? Elə götürək, məsəl üçün 4 ilə 7-ni qoyaq.
Təbii ki, sonsuz sayda ondan böyük olan hal götürə bilərik. A 4 olsun, B də 7. Belə olan halda onların cəmi 11 olacaq. Məsəl üçün, sonra da götürək 2 ilə 3 qoyaq. 3-də 2, 7-də 3-dən böyük olacaq. Təbii ki, onda da onların cəmi 5 olacaq. Yəni, indi də ondan kiçik oldu. Yəni, sonsuz sayda belə ondan kiçik, ondan böyük, hətta ona bərabər olan sonsuz variant çıxartmaq olar buradan. Ona görə verilən məlumatlar kifayət eləmir. Məsələlərə baxaq. Şirkət 12 milyonlarla avtomobillər aldı. Hər avtomobilə 40 min lari ödədi. Şirkət neçədən avtomobil alıb? Deməli, 12 milyon birinci sözlə yazılışı biz rəqəmlə yazılışa çevirməyi bacarmalıyıq. Belə suallar düşür ümumiyyətlə imtahanda bir neçə dəfə düşübdür. Bölək 40 min lari avtomobilin qiymətinə, onda tapmış oluruq avtomobilin sayını. 4 dənə 0 gedir, yəni 10 minə ixtisar eləmiş oluruq. 1200 qalır, burada da 4. 1200-ü də 4-ə böləndə eləyəcək. 4-ü ixtisardan sonra 3000. Deməli, 3000 dənə avtomobil alınıbdır. Düz elədikmi burada? 4000, 4 dənə 0, 4 dənə 0. Aha, doğrudur. Deməli, sonrakına baxaq. Əgər 3x çıxılsın 2y bərabərdir -1, x üstəgəl 3y bərabərdir 7 olarsa, onda y üstəgəl 4x. Sadə bir dənə tənliklər sistemi, xətti tənliklər sistemi əldə edəcəyik. Onunla da qutarır. 3x çıxılsın 2y bərabərdir -1-dir. X toplansın 3y bərabərdir 7-dir. Deməli, burada nə edə bilərik? Gəlin bu tərəfi üstü 2-yə vuraq. Buranı da 3-ə vuraq. Onda burada 6y, burada -6y olacaq. Sonra toplayanda y-lər islah olmuş olur. 6x çıxılsın 4y bərabərdir -2-yə. Burada da 3x, daha doğrusu buranı 3-ə vururduq, qarışdırdım. Yerləri səhv saldım. Buranı 2-yə vururuq. Onda bunu silməliyəm. Deməli, buranı 3-ə vuranda 9x çıxılsın 6y olacaq. Bərabərdir -3-ə. Buranı da 2-yə vuranda 3x, 3 yox, onda 2 olacaq. 2x toplansın 6y bərabərdir 14-ə. İndi burada tərəf-tərəfə toplayanda nə olacaq? 6y ilə -6y islah gedəcək. 11x bərabər olacaq 11-ə. Altdakını təzədən köçürək hələlik. 2x topla 6y bərabərdir 14. Deməli, buradan nə çıxır? Üstdəkindən x bərabərdir 1-ə. X 1-dirsə, deməli 2 üstəgəl 6y bərabərdir 14. Deməli, 6y 12 olmalıdır. Y də oradan 2-yə bərabər olacaq. Bizdən nəyi soruşurdu? Y üstəgəlinsin 4x, yəni 2 üstəgəlinsin 4x, yəni 4 vur 1. O da bərabərdir 6-ya. Deməli, C variantı. Növbəti sual 49. Düzbucaqlı koordinat müstəvisində katetləri koordinat oxlarına paralel olan düzbucaqlı üçbucaq verilmişdir. Deməli, deyir ki, bax bu katetlər bərabərlik mənasında sadəcə göstərmək üçün çəkdim. Yəni, ikisindən də xətt çəkəndə normalda həmin tərəflərin bərabərliyi mənasına gəlir. Həndəsədə sadəcə göstərmək üçün işarələdim. Üçbucaq biri ordinat oxuna, biri də absis oxuna paraleldir. Deməli, bu nə mənaya gəlir? Bu, məsəl üçün, ordinat oxuna paralel olan bu tərəf, bu katet. Hərflərlə işarələyək. A, C, bu da B. AC tərəfi ordinat oxuna paraleldirsə, deməli, bu AC tərəfinin üzərində olduğu düz xətt, baxın, buradan keçən düz xətt, bu düz xəttin tənliyi olacaq x bərabər hansısa bir ədəd. Məsəl üçün, x bərabər k. Və buradan keçən BC tərəfinin üzərində olan düz xəttdə absis oxuna əgər paraleldirsə, o da deməli y bərabərdir, məsəl üçün m düz xəttidir, yəni sabit funksiyadır. İndi bizə deyir ki, üçbucağın iti bucaqlarının təpələrinin koordinatları 2, 4 və 7, 1 olarsa, təbii ki, biz başa düşməliyik hansıdır. 2, 4 B olmalıdır.
Çünki 7 1-də x-i daha sağdadır, daha böyükdür və y-i daha aşağıdadır. 4 ilə müqayisədə 1 daha aşağıdadır. Buranın koordinatı da 7 1 olacaq. Və başda mən nəyə görə göstərdim onu? Həmin düz xəttləri x bərabər k və y bərabər m düz xəttlərini. Deməli, bu tərəf bir düz xətt üzərindədirsə, o mənaya gəlir ki, yəni y bərabər m düz xətt üzərindədirsə, bu b-nin də, c-nin də absis oxuna paralel olduğuna görə y koordinatları eyni olacaq. Yəni c-nin y koordinatı olacaq 4 və buradan keçən AC tərəfində ordinat oxuna paralel olduğuna görə A-nın və C-nin də x-ləri bir-birinə paralel olacaq. X bərabər K nöqtəsindən keçir. Deməli, həmin K nöqtəsi də neçə imiş? 7 1-dirsə A-nın koordinatları, buranın koordinatı da 7 olacaq. Çünki x-lərin koordinatları eyni olmalıdır A və C-də və y-lərin koordinatı B və C-də eyni olmalıdır. Ona görə 7 4 olacaq. Bunu biraz nazikləşdirək, çox qalın yazır. Deməli, baxaq 50-ci suala. Heç biri boş olmayan 3 qutuda cəmi 11 karandaş var. Ən az karandaş sayı birinci qutuda, ən çox karandaş sayı isə üçüncü qutudadır. İkinci qutuda olan qələmlərin sayı sadalananlardan hansına bərabər ola bilər? İndi biz bilirik ən çox 3-dədir, ən az 1-dədir. İndi ikinci qutuda 7 karandaş ola bilərmi? Təbii ki, yox. Niyə? Çünki geriyə 4 karandaş qalır və ən çox karandaş bu vəziyyətdə 2-də olur. Amma 3-də olmalı idi. 6 ola bilərmi? Yenə eyni səbəbdən yox. Geriyə 5 karandaş qalır. Ən çox karandaş yenə 2-də olur, amma 3-də olmalı idi. İndi 1 də ola bilməz. Çünki 1 karandaş olsa, ən az karandaş yenə ikinci qutuda olur, amma birinci qutuda olmalı idi. İndi bir də 5-ə baxaq. Çünki 5 də olmayacaq. Nəyə görə olmayacaq? Çünki ikinci qutuda əgər 5 karandaş varsa, biz birinci qutuya minimal sayda karandaş belə qoysaq, yəni bir dənə karandaş belə qoysaq, üçüncü qutuya 5 dənə karandaş qalmış olur. Bu vəziyyətdə də ən çox karandaş üçüncü qutuda olmur. Yəni 1, 5, 5 olur. Ən çox karandaş həm 2-də, həm 3-də olur. Bu vəziyyət də uyğun gəlmir. Çünki ən çox karandaş 3-də olmayacaq. İkinciyi 5 götürəndə. Amma ikinciyi 3 götürəndə, məsəl üçün birinciyi 1 götürsək, o birisi olacaq 7. Hətta 3 götürsək, bunu 2 götürsək, yenə ən az karandaş 1-də olur. Bura olacaq 6. Amma artıq 3 götürə bilmərik, çünki ən az karandaş onda 1-də olmayacaq, ikisində də olacaq. Elə. 2 dənə vəziyyət uyğun gəlir 3 götürəndə. Deməli, cavab 3-ə olmalıdır. Aşağıda sadalanan ədədlərdən hansını 2/k çıxılsın 1 şəklində təsvir edə bilərik? Haradakı k natural ədəddir. Çox sadə bir sualdır. 2-nin natural qüvvəti çıxılsın 1. Yəni, məsəl üçün 9 ola bilərmi? 9 olsa gərək 2/k 10 olsun. O da 2-nin natural qüvvəti 10 ola bilməz. Natural qüvvətini yüksəldəndən sonra 8 ola bilər, 16 ola bilər, 2, 4, belə ola bilər. 21 ola bilməz, çünki 2/k gərək 22 olsun, o da olmayacaq. 33 ola bilməz, gərək 2/k 34 olsun, çünki 1 çıxanda 33 olar, o da olmayacaq. 41 də eyni qaydada olmayacaq, çünki 2/k 42-yə bərabər ola bilməz. 63 də olmayacaq, 63 artıq olacaq, daha doğrusu bağışlayın. Çünki 2/k 64 olmalıdır, o da k bərabərdir 6 olanda olacaq. Deməli, cavab 63-dür. A, B, C və D nöqtələri bir düz xətt üzərində yerləşir. AC parçasının uzunluğu 17 sm, BD parçasının uzunluğu 21 sm. AD parçasının uzunluğu isə, yəni bütün parça 29-dur. BC parçasının uzunluğu nəyə bərabərdir? İndi bizdən BC-ni soruşurlar. Əslində, baxın, AC parçasını götürəndə, bura olsun 17. Bir də BC parçasını götürəndə, biz əslində bu ikisini birdən götürəndə toplam AD-ni götürürük. Amma BC-ni 2 dəfə götürmüş oluruq. Həm AC-yə daxil edirik, həm də BD-yə daxil edirik. Yəni, bu ikisini toplayıb BC-ni çıxanda biz bütün AD parçasının uzunluğunu tapırıq. Nəyə görə? Çünki AC özü elə AB toplansın BD deyilmi? Daha doğrusu BC. Və
BD özü də elə BC toplansın CD olur da. İndi bu ikisini toplayanda nə olur alt-alta? AB üstəgəl 2 dənə BC üstəgəl CD. Fikir verin, bütün AD parçasını almış oluruq. Amma əgər AB üstəgəl BC üstəgəl CD olsaydı, yəni bir dənə BC-ni çıxsaq, 17 üstəgəl 21-dən bir dəfə BC-ni çıxsaq, bərabər olacaq bütün AD-nin uzunluğuna. Yəni, hətta bunu da buradan yazaq. 34 çıxılsın BC bərabər 29. Deməli, BC bərabərdir 5-ə. Başqa cür nə cür eləmək olardı? Burada mən nə səhv elədim? 17-nin üstə 21 gələndə 38 eləyir. Buradan mexaniki bir səhvə yol verdim. 38 çıx BC. Deməli, BC də bərabərdir. 38-dən 29 çıxanda 9 eləyir. Bağışlayın. Deməli, 9. Keçək göstəricilərin təhlilinə. Burada diaqramda müəssisədə işləyən hər bir işçinin yaşı və maaşı nöqtələr vasitəsilə göstərilmişdir. Fərqli işçiyə fərqli nöqtə uyğun gəlir. Məsəl üçün, burada bir dənə işçi var, 24 yaşı var və qazancı biz nətər başa düşməliyik bu diaqramda hər uzunluq vahidi nətərdir? 1000-dən 800 çıxırıq və məsafələrin vahidlərin sayına bölürük. Deməli, 2 dənədir burada. Deməli, hər biri 100-100 artır. Onsuz da belə gözlü də baxanda görülür. Deməli, burada 900-dür, aralar 1100, 1300 belə-belə davam eləyir. Yaşlar da yenə 32-dən 24 çıxırıq. Məsələn, 2 dənə qonşu ədəd, böyükdən kiçiyi. Və neçə dənə vahid var? 1, 2, 3 və 4 dənə. 4-ə də bölürük. Deməli, başa düşürük ki, hər uzunluq vahidi 2-dir. 24, 26, 28, 30, 32. Belə-belə davam eləyir. İndi nə deyir? Temur, Sandro və Vaja həmyaşıddılar. Onların hər üçü bu müəssisədə işləyir. Sandronun maaşı sadalanlardan hansına bərabər ola bilər? İndi burada bizdən nəyi tapmağımız istəyir? Əslində deyir ki, 3 dənə həmyaşıd şəxs var. O diaqramda harada görürsünüz elə bir vəziyyəti və o vəziyyətdə maaş neçəyə bərabər ola bilər? Baxırıq diaqramı, məsəl üçün burada 2 nəfərin yaşı 26-ya uyğun gəlir. Burada başqa gəlirik, eyni yaş. Burada məsəl üçün 46-ya uyğun gəlir, 48-dən 2 çıxdım, 2 nəfərin yaşı. Amma 3 nəfərin yaşı, baxırıq ki, baxın, təkcə burada 3 nəfərin yaşı eynidir. Onların da neçə olacaq yaşı? 60. Maaşları neçədir bunların? Birinin maaşı baxırıq ki, 1200-dür. Digərininki 1400, digərininki 1500. Deməli, maaşlar bunlar ola bilər. 1200, 1400, 1500. İndi baxaq, 1200, 1400, 1500-dən yalnızca 1500 var, cavab budur. Maaşı 1500 laridən çox olan müəssisədə çalışan işçilərin ortalama yaşı nəyə bərabərdir? Birinci, onların yaşları cəmini tapırıq, sonra da onların sayına bölürük. Deməli, tapırıq ortalama yaşlardır. Maaşı 1500 laridən çox olan işçilərin ortalama yaşı. 1500 lari ta buradadır. Bundan çox olanlar, baxırıq ki, bir bu var, 1600-dür, bu da 1600-dür. Maaş, bir də 1700, 1700. Onların yaşı maraqlandırır, bizim maaş maraqlandırmır. Yaşları, ikisinin yaşı, baxırıq ki, 54-ə uyğun gəlir. Yəni, 54 üstəgəl, 54 üstəgəl. Digərinin yaşı 58-dir. Və dördüncünün də yaşı, yəni sonuncunun da yaşı 62-dir. Onların yaşları nədədir ortasını tapanda sayına bölürük. O da neçə eləyəcək? 58 ilə 62-ni toplayanda 120 eləyir. Bunları toplayanda 108. Deməli, 228 bölünsün 4. O da bərabər olacaq 57-yə. Deməli, yaşlarının nədədir ortası 57-dir. O da B variantı olacaq. İndi baxaq göstəricilərin təhlilindəki son suala. Dato, Tornike və Zurab bu müəssisədə işləyirlər. Onlardan ən az maaş Dato alır. Zurab Datodan da, Tornikedən də 38 yaş böyükdür. Zurabın maaşı Tornikenin maaşından neçə lari çoxdur? İndi
Gələk deyək, burada artma sırasıyla düzək maaşları. Ən az maaşı dedik ki, dato alır. Baş hərfini yazaq. Zurab datodan da tornikedən də 38 yaş böyükdür. Yəni burada nə başa düşürük? Dato ilə tornikenin yaşları bir-birinə bərabərdir. Eləmi? Çünki hər ikidən 38 yaş böyükdürsə, Zurab. Deməli, ən böyük burada Zurabdır. Yaşca. Bura yaş yazaq. Bura maaş yazaq. Çünki burada maaşı kiçik. Ən düz əziyimə görə. Yaşca burada ən böyük kim oldu? Zurab oldu. Sonra da dato gəlir. Və tornike gəlir. Onların yaşları artıq bir-birinə bərabərdir. Və hər ikisindən də 38 yaş böyükdür. Zurabın maaşı tornikenin maaşından neçə lari çoxdur? İndi baxaq. İndi elə bir şəxs tapmalıyıq ki, biz diaqramda o iki dənə eyni yaşlı şəxsdən 38 yaş böyük olsun. Böyük ehtimal diaqramda bu bir yerdə rast gəlinəcək. İndi baxaq. Bir dənə şəxs tapacağıq. İndi. Burada iki dənə görürük ki, eyni yaşda şəxslər var. Bunlar məsəl üçün dato ilə tornike ola bilər. Əgər onlardan 38 yaş böyük kimsə varsa. Baxaq. Bura neçədir? 26-dır deməli. 26-dan 38 toplayanda, üstünə 38 gələndə eləyəcək 64. Baxaq 64 yaşlı kimsə varmı? Baxırıq ki, var. Həqiqətən diaqramdakı son şəxsdir. Heç qabaqdakı ikililərə baxmağa ehtiyac yoxdur. Niyə? Çünki artıq bunların üstünə 38 gələndə diaqramın o hissəsində heç kəs yoxdur. Deməli, elə bunlardır. Dato ilə tornike. Elə bu da olacaq Zurab. Bizə bir də demişdi ki, xatırlayaq. Demişdi ki, onlardan ən az maaşı dato alır. Fikir verin, bu iki şəxs dato ilə tornikedir, amma ən az maaşı alan datodur. Deməli, datonun maaşı, baxaq, 800 lariyə bərabərdir. Tornikenin maaşı 1000-ə bərabərdir. Bizdən kiminkini soruşur. Zurabın maaşı tornikenin maaşından neçə lari çoxdur? Deməli, Zurabın maaşı bərabər olacaq. Zuraba heç baxmadım maaşa. Buydu Zurab. Olacaq 1500. Yəni 1500 tornikenin maaşı da 1000 idi. O da bərabər olacaq. Buradan yazaq 500. Deməli 500'ları çox olacaq. Belə. İndi baxaq bura. Aşağıda sadalanan kəsirlərdən ən böyüyü hansıdır? İndi baxaq. Bura baxan kimi görürük ki, C, C və D variantlarında kəsirlər bir-birinə bərabərdir. Niyə? Burada 11-i mötərizə xaricinə çıxardanda, baxın, 33 bölü 44-də 11-i ixtisar eləyəndə 3 bölü 4 alınır. 333 bölünsün 444-də 111-i ixtisar eləyəndə yenə 3 bölü 4 alınır. Yəni, bu hər ikisi 3 bölü 4-ə bərabərdir, bu da 3 bölü 4-dür. Yəni, bunların hamısı bir-birinə bərabərdir. Ən böyük olsaydı, yəni hər üçünü seçə bilərik. Deməli, bundan böyüyü var ki, cavabda, ona görə bunları seçə bilmirik. Yəni, üçünü birdən necə seçək? İndi baxaq, 8-də 7 mi böyükdür, yoxsa 6-da 5 mi? Hansı böyüksə ən böyük olacaq? 8-də 7, yoxsa 6-da 5. Ümumiyyətlə, kəsirləri sadə bir şəkildə belə çarpaz vuraraq müqayisə eləyə bilərik. Ehtiyac da yoxdur. Əslində 6-nı 7-yə vuranda 42 eləyəcək, 8-i 5-ə vuranda 40 eləyəcək. 42 bu kəsirdə alınır. Deməli, 8-də 7 böyükdür. Əslində, burada elədiyimiz hər ikisinin məxrəcini 48-ə gətirmək idi. Yəni, bu kəsiri həm sürətini, yəni buradakı 8-də 7 kəsirini 48-də 42-yə çevirdik. 6-ya vurmaqla həm sürəti, həm məxrəci. Buradakı kəsirdə həm sürəti, həm məxrəci 8-ə vurmaqla məxrəc 48 oldu, sürət 40 oldu. Ona görə bu böyük oldu. Amma heç burada ortaq məxrəc 48-dən kiçik də 24 var. 24-də əldə eləmək üçün 8-də 7-ni həm sürət, həm məxrəcini 3-ə vurmalıyıq. Olacaq 24-də 21. Bunu da 4-ə vurmalıyıq ki, 24 əldə eləyək. Deməli, 24-də 5-i də 4-ə vuranda 20. Görürük ki, təbii ki, bu böyük olacaq. Fərqi yoxdur, hansı metod sizə rahatdır, ondan işləyə bilərsiniz kəsir müqayisəsində. Deməli, ən böyük 8-də 7-dir. Bir səbətdə ikinci səbətdəkindən 3 ədəd çox alma var. Əgər hər ikisində birlikdə almaların sayı M-ə bərabərdirsə, ikinci səbətdə neçə alma var? Deməli,
bir səbətdə ikinci, yəni birin yaxşı yazmadım. Deməli birinci səbətdə x üstəgəl 3 sayda alma var. İkincidə x sayda alma var. Bunların cəmi, yəni 2x topla 3 bərabərdir m-ə. İndi gəlin biz burada x-i m ilə ifadə eləyək. Nətər eləyəcəyik bunu? X-i tək saxlamalıyıq. Sanki x-ə nəzərən tənlik həll eləyirik. 2x bərabərdir m çıxılsın 3-ə. Buradan da x bərabərdir 2-yə bölməliyik digər tərəfi. M çıxılsın 3 bölünsün 2. Deməli nəymiş? İkinci səbətdə m çıx 3 bölünsün 2 sayda alma var imiş. Birinci səbəti soruşsaydı bunun üstünə 3 gələcəkdik. Onu da eləyək hətta. 3. Bu 3-ü də məxrəcə vurub yuxarı qaldırırıq. Yəni m çıx 3 bölünsün 2 üstə gəl 6. 3-ü 2-yə vuranda 6 eləyir da. O da bərabərdir. M üstə gəl 3 6 olardı. Amma bizdən onu soruşmadı. Bölünsün 2 daha doğrusu bağışlayın. Burada. Onu da olardı. Amma bizdən təbii ki ikinci səbətdəki yəni x-i soruşurdu. X üstə gəl 3-ü yox. Çəlləkdə n litr şərab var idi. Zazanın yalnız 6 litrlik və 7 litrlik qabları var. O çəlləkdən götürülmüş şərab ilə bir neçə qabı doldurdu. Bundan sonra çəlləkdə 40 litr şərab qaldı. N sadalanlardan hansına bərabər ola bilməz? İndi baxaq. 53 olsaydı deməli 13 litr şərab doldurubdu. Ola bilər. Niyə? Bir dənə 6 litrlik, bir dənə də 7 litrlik qab götürüb, qabla doldurubdu şərabları. Olub 13 litr götürübdü. 59 da ola bilər. Çünki 19 litr götürüb. Onu da 2 dənə 6 litr, bir dənə 7 litr vasitəsindən əldə edə bilərik. 2 vur 6 üstə gəl 7, 19-a bərabərdir. 60 bir vahid artdığına görə 6 litrliklərdən birini 7 litrlik eləyirik. Yəni 2 7 litrlik, bir dənə 6 litrlik. O da 60 olur. Yəni 20 litr götürülmüş olur 40 litr qaldığına görə. 62 ola bilməz. Çünki biz burada gərək 22 litr şərab götürək. Onu da 6 litrlik və 7 litrlik qablarla götürə bilmirik. Desək ki, 3 dənə qabla maksimum şərab götürək. Olacaq 3 vur 7 bərabərdir 21. Nətər görə bilərik 22-nin olmadığını. Görürük ki, 3 dənə qabla götürə bilmirik. 22 çatmır qab. Amma 4 dənə qabla da minimum nə qədər götürə bilərik? O da eləyir 24. 6 litrlik, yəni kiçik qab istifadə edirik. Biz başa düşürük ki, 21 ilə 24-ün arasındakı litri biz götürə bilmərik 6 litrlik və 7 litrlik qabı istifadə edərək. Deməli 22 də 23 də olmaz, yəni 62 də 63 də olmaz. Necə 63 yoxdur onsuz da 62 olmayacaq. 66 26-nı əldə etmək üçün təbii ki 4 vur 6 24-dürsə, deməli 2 litr artırmalıyıq. 2 litr artırmaq üçün də gərək qabların ikisini 7 litrlik eləyək. 2 dənə 6 litrlik, 2 dənə də 7 litrlik eləyəcək 26. İndi baxaq 59-a. Kvadratın qonşu tərəflərinin orta nöqtələri. Bunlar deməli, bunlar orta nöqtədir. Bunlar bir-birinə bərabər olacaq. Bu da buna bərabər olacaq. Təbii ki, kvadrat olduğuna görə hamısı bir-birinə bərabərdir, o bölünən hissələr. Alınan rənglənmiş dördbucaqlının sahəsi 12 kvadrat santimetrə bərabərdir. Gəlin, biraz böyük şəkildə işləyək. Kiçikdə işləyəndə biraz eybəcər görsənir. Deməli, buradan orta nöqtəsinə gedibdir. Eyni qaydada da buradan da nöqtəsinə. Rənglənmiş hissədə ortada qalan hissədir. İndi həmin rənglənmiş dördbucaqlının sahəsi 12 kvadrat santimetrdir. Biz buradan onu başa düşməliyik ki, buradan bir dənə diaqonal çəksək, rənglənmiş hissəsində ilə kvadratın sahəsinin yarısıdır. İndi onu göstərək niyə? Biz buradan bir dənə diaqonal çəksək, tutaq ki, kvadratın tərəfi A olsun. Burada orta nöqtə olduğuna görə burada A bölü 2 olacaq. Burada A bölü 2. Eyni qaydada burada A bölü 2-dir. Burada A bölü 2-dir. Burada A-dır. Alt tərəfdə A-dır. İndi
Baxın, burada alınmış dördbucaqlı deyirəm, düzbucaqlı üçbucağın sahəsi nəyə bərabərdir? Biraz aşağıdan yazaq. A katetlərin hasili bölü 2. Yəni A vurulsun A bölü 2 bölünsün 2. Yəni A kvadratı bölü 2 bölü 2. Bu da olacaq A kvadratı bölünsün 4. Deməli, burada alınan düzbucaqlı üçbucağın sahəsi A kvadratı bölü 4'dür. İndi baxaq buradakı çorbucaqlı üçbucağa. Hətta bunların təpə nöqtələrini qeyd eləsək daha yaxşı olar. A, B, C, D. Burada M olsun. Bu da olsun N. İndi hansı üçbucağa baxaq? AMC üçbucağına baxaq. Bu AMC üçbucağının sahəsi də elə buna bərabər olacaq. Yəni bura S-dirsə, bura da S. Niyə? Çünki bu çorbucaqlı üçbucağın sahəsi bu MC tərəfinə endirilmiş hündürlük nədir? Bilirik ki, çorbucaqlı üçbucaqda bilməliyik ki, daha doğrusu çorbucaqlı üçbucaqda iti bucaq qarşısında duran tərəfə endirilən hündürlük onun uzantısına düşür. Yəni MC-nin uzantısına düşən hündürlük elə bax bu AB-dir. MC-nin uzantısı da bax belə uzadacaq, AB olacaq. Yəni tərəf MC, ona endirilmiş hündürlük A. Yəni eyni qaydada A vurulsun A bölünsün 2 bölünsün 2 bərabərdir. Yenə həmin üçbucağın sahəsi də A kvadratı böl 4 olacaq. Yəni bu sahə bu sahəyə bərabərdir. Eyni qaydada da buradakı düzbucaqlının sahəsi buna bərabərdir. Yəni eyni A vurulsun A bölü 2, bu da A vurulsun A bölü 2, ANC-də. Deməli, bizə nəyi vermişdir? Rəngli hissəni. 2S bərabərdir 12. Kvadratın sahəsini soruşur. Kvadratın sahəsi 4 dənə həmin üçbucağın sahələri cəmidir. 4S də bərabər olacaq onun 2 qatına 24-ə. Baxaq 60-cı suala. Natural ədədi həm 4-ə, həm də 16-ya böldükdə alınan qalıq 2-yə bərabərdir. Həmin ədədi 24-ə böldükdə alınan qalıq sadalanlardan hansına bərabər ola bilər? Biz onu bilməliyik ki, həm 4-ə, həm də 6-ya bölünən ədədlər elə 12-yə bölünən ədədlərdir. Normalda o dediyimiz 2 dənə ədəd, 4 ilə 6, sadə ədədlər olanda, məsəl üçün 3 ilə 5-ə bölünən ədədlər 15-ə bölünən ədədlərdir. 3 vur 5-dən. Amma burada 4 ilə 6 qarşılıqlı sadə olmadığına görə bu ədədlərə bölünən ədədlər biz deyə bilmərik ki, 24-ə bölünən ədədlərdir. Onların əbubu 2-dir deyə bir də əbuba bölməliyik. Yəni 4 vur 6 24, bir də 2-yə bölürük. Bu hissəsi biraz bəlkə çoxunun bilmədiyi hissədir. 4 vur 6 bölü 2-dən deməli 12-yə bölünən ədədlərdir. Məsəl üçün 7 və 8-ə bölünən ədədlər 56-ya bölünən ədədlərdir. Yəni 7 və 8 qarşılıqlı sadə ədəddir. 12-yə bölünən ədədləri biz bu formada yaza bilərik. 12K toplansın 2. 12-yə böldükdə qalığı 2 olan ədədlər daha doğrusu. 12-yə bölünən ədədlər 12K formasına yazırıq. Qalıq 2 olduğuna görə topla 2. Məsəl üçün K 0 olsa 2 olacaq. 2-yi 4-də bölündə 6-ya bölündə qalıq 2 olacaq. K 1 olanda 14 bölü 2. 4-ə də 6-ya da böləndə 2 olacaq. Yəni bu formatda yazılış 4-ə və 6-ya böləndə qalığın 2 olmağını göstərir. Haradakı K daxil olacaq 0-dan natural ədədlər və 0. Deməli, həmin ədədi 24-ə böldükdə alınan qalıq sadalananlardan hansına bərabər ola bilər? Yəni, bu formalı ədədi. Deyək ki, məsəl üçün K 0-dır. Onda 2 bölü 24. Hətta qarşısına yazaq. Bir şey göstərəcəm çünki. Deməli, 0 olacaq. Qalıq 2-yə bərabər olacaq. Kiçik ədədi böyük ədədə böləndə qismət 0 qalıq bölünənə bərabər olur. Qalıq da olacaq 2. K1 olanda 14 bölünsün 24 bərabərdir yenə 0. Qalıq bərabər olacaq 14-ə. Sonra K2 olanda 26 bölünsün 2 bərabərdir 2 yox da doğrusu 24. Cavab 1 qalıq 2. Bir dənəsini də göstərək. Burada K1 idi. Burada K2 oldu. K3 olanda deməli 38
8 bölünsün 24 bərabərdir 1-ə, qalıq 14-ə. Fikir verin, K cüt ədəd olanda qalıq 2-ə bərabər olur. K tək ədəd olanda qalıq 14-ə bərabər olur və bu belə də davam eləyəcək. Yəni, bu tipli ədədləri 4-ə və 6-ya böləndə, qalığı 2 olan ədədləri 24-ə böləndə, qalıq ya 2 olacaq, ya 14. Bunlardan da yalnız 14 verilib cavablarda, deməli, qalıq 14-ə bərabər ola bilər. İndi, fiquru əhatə edən dairələr arasındakı ən kiçik diametrin uzunluğunu bu fiqurun diametri adlandıraq. Əslində, bizə dediyi şey xaricə çəkilmiş çevrənin diametridir. Çünki həmin fiquru əhatə edən ən kiçik çevrə elə onun xaricinə çəkilmiş çevrədir. Həmin xaricə çəkilmiş çevrənin diametrindən söhbət gedir. Düzbucaqlı üçbucağın kiçik kateti düzbucaqlının kiçik tərəfinə, böyük kateti isə düzbucaqlının böyük tərəfinə bərabərdir. İndi gəlin hər iki şəkli xaricinə çevrə çəkək. Çünki ən kiçik diametr dedik ki, xaricə çəkilmiş çevrənin diametridir. Çox da böyük olmasın, yan yana çəkə bilək. İndi bunun da birinin daxilinə düzbucaqlı çəkəcəyik. Düzbucaqlı üçbucaq. Birincə düzbucaqlı çəkəcəyik. İndi bunu biraz uyğunlaşdırmalıyım indi. Aha. İndi buna da düzbucaqlı çəkəcəyik daxilinə. Yəni daxilə düzbucaqlı çəkilibsə, çevrə xaricə çəkilibdir. Bu iki anlayışlar öz aralarında eyni şeydir onsuz da. Biri digərindən böyükdür, o biri digərindən kiçikdir. Buna bənzətmək olar. İndi nə deyirdi bizə? Düzbucaqlı üçbucağın kiçik kateti düzbucaqlının kiçik tərəfinə. Yəni bura A-dırsa, bunun da kiçik tərəfi tutaq ki, bu olsun, burada A-dır. Böyük kateti bura B-dirsə, burada B olacaq. İndi bu düzbucaqlı üçbucağın diametri, yəni başda bizə dediyi anlayış, yəni xaricə çəkilmiş çevrənin diametri nə olacaq? Bura A-dır, bura B-dirsə Pifaqora görə bura kök altında A kvadratı topla B kvadratı olacaq. Və nəyə görə bu diametrdir? Biz bilirik ki, düzbucaqlı üçbucağın, bura düzbucaqdır. Düzbucaq qarşısında, daxili bucaq düzbucaq oldu. Onun qarşısında duran vətər ilə diametr olur. Burada düzbucaq olduğuna görə onun qarşısında onun söykəndiyi vətər ilə diametr olmalıdır. Ona görə bu da A kvadratı üstəgəl B kvadratıdır. Yəni bu diametrlər bir-birinə bərabər olacaq. Cavab isə C olacaq. 62-ci suala baxaq. Sərbəst iş 2 sualdan ibarət idi. Birinci suala şagirdlərin 70%, ikinci suala isə 60% düzgün cavab verdi. Şagirdlərin 10%-i heç bir suala düzgün cavab vermədilər. Burada həm birinci, həm ikinci sual bu məsələlər olduğuna görə Venn diaqramı istifadə etməliyik. Bu tipli suallar da bəzən düşür ümumi qabiliyyət imtahanına. Deməli, bu olsun birinci suala cavab verənlər, bu da olsun ikinci suala cavab verənlərin faiz göstəricisi. Deməli, birinci suala şagirdlərin 70%. 70% birinci suala deyəndə, yəni bütün bu çoxluğa, amma bilmirik nə qədəsi kəsişmədədir. Tutaq ki, kəsişmədə olsun x%, qalanı da yəni 70 çıxılsın x ilə təkcə birinci suala cavab verib də. İndi bura x-dirsə, dedik ki, ikinci suala şagirdlərin 60% düzgün cavab verib. Onda təkcə ikinci suala, yəni bura toplam 60 olacaq. Amma təkcə ikinci suala 60 çıxılsın x sayda cavab verməlidir. Yəni burada nədirsə onu çıxırıq da. Bunların cəmi neçə faiz olmalıdır? Deyir, şagirdlərin 10%-i heç bir suala düzgün cavab vermədilər. Yəni 10% qıraqda qaldı. Ümumiyyətlə heç bir suala cavab vermədi. Deməli, ən azı bir dənə suala cavab verən şagirdlər, yəni ya birinci sual, ya ikinci sual və yaxud da hər ikisinə cavab verən şagirdlər qalan şagirdləri təşkil etməlidir. O da 100 çıxılsın
10-dan 90% eləyir də. Deməli, bunların cəmi, bu faiz göstəricilərin cəmi 90 olmalıdır. Yazaq onu da 70 çıx x topla x topla 60 çıxılsın x. Bunlar bir-birinin islah getsə nə qalacaq? 130 çıxılsın x bərabərdir. Həmin ən azı bir dənə suala cavab verən şagirdlərin sayına. 90-a. Deməli, x də bərabərdir 130 çıxılsın 90-a. O da bərabərdir 40%. Deməli, x 40% oldu. Yəni, bura 40%dir. Yerinə qoyub burada tapırıq 30% təkcə birinci suala cavab veribdir. 20% də təkcə ikinci suala, 10% də həqiqətən qıraqda qalır. Faiz göstəricilərini toplayanda görürük ki, 100% eləyir. Düz həll eləyəndə düz gəlməlidir. Hər iki suala düzgün cavab verən şagirdlərin faiz hissəsi, yəni 40% 50%-dən kiçikdir. Cavab olacaq B. Üzümçülər Kadziteli və Saperavi üzümlərini 2 gün ərzində birinci gün yığılan üzümün çəkisi ikinci gün yığılan üzümün çəkisindən 2 dəfə çox idi. Gəlin bunları qeyd eləyək. Birinci gün və ikinci gün. Birinci gün yığılan 2 dəfə çoxdursa buna 2x desək, buna da x deyək. Sonra deyir 2 dəfə çox idi. Birinci gün yığılan Saperavinin çəkisi həmin gün yığılan Kadzitelinin çəkisindən 10 ton, ikinci gün isə 5 ton artıq idi. İndi burada 2x, yəni cəmdə nə qədərsə Saperavi yığılıbdır, nə qədərsə də Kadzitel yığılıb, bunların cəmi 2x olmalıdır. İndi cəmi 2x olan 2 dənə dəyişənli ifadəni necə göstərə bilərik? Mən dərhal baxan kimi bilirəm ki, biri x çıxılsın 5-dir, biri x topla 5-dir. Yəni 2-dən olduğuna görə 2-yə böldüm. Aralarındakı fərq 10 olduğuna görə birindən 5 çıxıb, birindən üstündə 5 gələndə fərq 10 olacaq. Amma eləyə bilməyənlər üçün belə bir metod göstərim. Birinə başqa bir dəyişən y deyək, Saperavi olana. Kadziteli olana da y deyək, Saperaviyə y topla 10. 10 ton çox olduğuna görə. Bunların cəmi 2x-ə bərabər olmayacaqmı? Deməli, 2y topla 10 bərabərdir 2x-ə. Bizim burada məqsədimiz nədir? Y-i x-lə ifadə eləməkdir. Dəyişənin birindən xilas olmalıyıq. Y-dən xilas olmalıyıq. Başlanğıcda x-lə başlamışıq deyə. Y-i x-lə ifadə eləmək üçün o da bərabər olacaq 2x çıxılsın 10-a. Deməli, burada 2y 2x minus 10-a bərabər olduğuna görə y bərabər olacaq 2x çıxılsın 10 bölünsün 2. Burada 2-ni mötərizə xaricində çıxartsaq, x çıxılsın 5-dir. 2, bu 2-lər ixtisar gedəndən sonra deməli gördük ki, y x çıxılsın 5-ə bərabərdir. Biz y-lə nəyi ifadə elədik? Kadziteliyi, Saperavi 10 ton çox olduğuna görə y topla 10-la. Deməli, y x çıxıb 5-ə bərabərdir deyə yazırıq x çıx 5 və bu da y topla 10 idi. Yəni x çıxılsın 5 topla 10 olacaq, x topla 5. Həmin mənim başda dediyimi belə bir sadə bir üsul istifadə edərək tapmış olduq. İndi bunu silirəm. Kimə lazım olsa videonu dayandırıb baxa bilər. Həlli davam eləmək üçün. İndi sonra nə deyir bizə? Birinci gün yığılan Saperavinin çəkisi həmin gün yığılan Kadzitelinin çəkisindən 10 ton, onu yazdıq. İkinci gün isə 5 ton artıq idi. Yenə eyni metodu göstərməyəcəm. Siz təxmin eləyin. Birinə y deyin, birinə y topla 5 deyin. Y-i x-ə ifadə eləyin. Mən indi bilirəm ki, x-i 2-yə böləcəm. 2,1x. 5 ton fərq olduğuna görə çıx 2,5 plus 2,5 olmalıdır. S Saperavi olacaq x böl 2 topla 2,5 çox olduğuna görə. Kadziteldə olacaq x böl 2 çıx 2,5. İndi bizdən nəyi soruşur? Birinci gün yığılan Saperavinin çəkisinin ikinci gün yığılan Saperavinin çəkisinə olan nisbəti. Yəni x üstəgəl 5-in x bölünsün 2 çıxılsın, daha doğrusu topla Saperavi topla 2,5 idi. Topla 2,5 olan nisbəti. Həm sürətən məxrəci 2-yə vurub buradakı kəsrlərdən xilas olsaq, olacaq 2x topla 10 böl x
topla 5. Məxrəci də 2-yə vuranda bu alınır. X topla 5. Buradan indi 2-ni mötərizə xaricinə çıxardanda 2 vurulsun x topla 5 bölünsün x topla 5. Bunlar ixtisar getdi. Geriyə qaldı nisbət 2. Deməli, bu nisbət 2-yə bərabərdir, o da 2-yə bərabərdir deyə cavablar bir-birinə bərabər olacaq. İndi baxaq 64-ə. Tillərinin sayı düzbucaqlı paralelipedin tillərinin sayına bərabər olan piramida verilmişdir. Piramidaya bir dənə sual yenə işləmişdik. Artıq burada biliklərimizi istifadə edək. Tillərinin sayı düzbucaqlı paralelipedin tillərinin sayına bərabər olan piramida. Yəni 12 dənə til olan piramida. 12 dənə til varsa biz başa düşürük ki, oturacaqda da 6 dənə olmalıdır. Həmin təpələrdən qalxan 6 dənə, yəni 2n bərabər 12-dən n bucaqlı piramida deməli 6 bucaqlı piramidaymış. Verilmiş piramidanın üzlərinin sayı mı? 6 bucaqlı piramidanı bilirik ki, n plus 1 sayda üz olacaq, yəni 7 üz. Düzbucaqlı paralelipedin üzlərinin sayı. Düzbucaqlı paralelipedin 6 dənə üzü olur. Deməli 7 6-dan böyükdür. Cavab olacaq A variantı. İndi nə deyir bizə? X və Y elə ədədlərdir ki, x bölü y bərabərdir -2-yə. Ədəd oxunda x-ə uyğun nöqtədən başlanğıc nöqtəsinə qədər olan məsafə, yoxsa y-ə uyğun nöqtədən başlanğıc nöqtəsinə qədər olan məsafə. Ümumiyyətlə, hər hansı bir nöqtədən başlanğıc nöqtəsinə qədər olan məsafə ədədin modulunun tərifidir. Bir dənə ədəd oxu çəkək. İstiqaməti olsun. Başlanğıc nöqtə olsun. Məsəl üçün, x olsun, tutaq ki, 5. X-in modulu nəyə bərabər olacaq? Buradan bura olan məsafə nədir? 5-dir. Məsəl üçün, olsun -4. Buradan bura qədər olan məsafə nəyə bərabərdir? 4-ə bərabərdir. Məsafə heç vaxt mənfi ola bilməz. Ona görə biz deyirik, mənfinin modulu əksinə bərabər olur. Müsbətin modulu özünə bərabər olur. Çünki həmin modul elə məsafə deməkdir. İndi x bölü y -2-dirsə, deməli, nə başa düşürük biz buradan? Onu başa düşürük ki, x elə bir ədəddir ki, y-dən 2 dəfə böyükdür, amma əks işarəlidirlər bunlar. Ola bilər ki, məsəl üçün, x -10 olsun, y 5 olar, -10. Ola bilər və yaxud da 10 olsun, y -5 olsun. Hər iki halda da onsuz da x demirəm böyük olacaq. Amma ən azından hər iki halda da x-ə uyğun nöqtədən başlanğıc nöqtəsinə qədər olan məsafə 2 qat böyük olacaq. Yəni x-in modulu, burada deyilən moduldur, y-in modulundan 2 dəfə böyük olacaq. Yəni həmişə bu böyük olur. Cavab isə A olur. Qrupda oğlanların sayı qızların sayından bir vahid çoxdur. Oğlan sayı x plus 1 olsun. Qız sayı x olsun. Qızların faiz hissəsi alanlardan hansına bərabər ola bilər? Aha. Deməli, biz ən azından başa düşməliyik ki, 50%-ə bərabər ola bilməz. Deməli, 50% oğlan, 50% qız olmalıdır. O da nə mənaya gəlir? O mənaya gəlir ki, oğlan və qızların sayı bir-birinə bərabərdir. Amma bərabər deyil. Ən azından bu 50-ni silək. 40% ola bilərmi? Qızlar sinifin 40%-ni təşkil edirsə, deməli, x bölünsün, yəni qızların sayı bölünsün sinifdəki bütün uşaqların sayı, yəni 2x plus 1 bərabər olmalıdır 40%-ə. Yəni, hətta belə yazaq, vurulsun 100% bərabərdir 40%-ə. Görək, ola bilərmi belə bir şey? Onda 2x bölünsün 2x plus 1 bərabər olacaq 40% bölünsün 100%-ə. O da 5-də 2 gələcək 20 ixtisardan sonra. İndi bunları çarpaz vuraq. 5x bərabərdir 4x üstə gəl 2. Buradan x bərabərdir 2-yə. Deməli, qızların sayı 2, oğlanların sayı da 2 topla 1, yəni 3 olanda qızların ümumi faiz göstəricisi 40%-ə bərabər olacaq bütün sinifdə. Digərləri nəyə görə ola bilməz? 40% işarələyək. Digərləri ona görə ola bilməz ki, mən indidən deyim, soda göstərəcəm. Çünki bu 30%, 20% və yaxud 10% götürəndə biz x-i, yəni qızların sayını götürüb kəsr ədəd tapacaq.
X-i kəsr tapdığımıza görə oğlanları da kəsr tapacaq, üstünə 1 gəlib. Amma insan sayı kəsr ədəd ola bilərmi? Təbii ki, yox. Natural ədəd olmalıdır. İndi göstərək nəyə görə 30% ola bilməz. Eyni uyğun həldə 20%, 10%-ə də aid olacaq. X bölünsün ümumi uşaq sayına, vurulsun 100%, bərabər olacaq 30%-inə. X bölünsün 2x üstə gəl 1, 30-u 100-ə böləcək olacaq 10-da 3. Çarpaz vuranda 10x bərabərdir 6x üstə gəl 3, 4x bərabərdir 3-ə. Buradan da x bərabərdir 3 bölü 4. Yəni qıs sayı 4-də 3 ola bilərmi? Yəni nə mənaya gəlir bu? Təbii ki, ola bilməz. Eyni uyğun həlli də 20% və 10% ilə yoxlayanda görəcəksiniz ki, x-i kəsr ədəd tapırsınız və cavab ola bilməz. Yəni qızların faiz göstərici ola bilməz. Cavab olacaq 40%. Sonra, əgər A plus B-də A bərabərdir 2 olarsa, onda A plus B-də B-ni tapın. Deməli, gəlin burada bir dənə artıq A var. A-nı da B ilə əvəzləsək, ifadə eləsək, bunu istifadə eləyərək. Təkcə B-lərdən ibarət kəsr olacaq, B-lər ixtisar gedib tapacaq. İndi bunu çarpaz vursaq, yəni 2 vurulsun, A üstə gəl B, bərabərdir A-ya. 2A topla 2B bərabərdir A-ya. Biz nə deyirdik? A-nı B ilə ifadə eləyək. İndi bu A-nı bu tərəfə keçirsək, B-ni də digər tərəfə, A bərabərdir mənfi 2B-yə. İfadə eləmiş olduq A-nı mənfi 2B ilə. İndi A-nın yerinə mənfi 2B qoyaq. Yəni B bölünsün mənfi 2B topla B. O da bərabərdir B bölünsün mənfi B. B-lər ixtisar gedəcək, cavab qalacaq mənfi 1. Ədəd bölünsün onun əksi mənfi 1-də. İndi baxaq 68-ci suala. Uzunluğu 11 cm, eni isə 4 cm olan düzbucaqlıdan 2 bərabər dairə kəsilmişdir. Bu dairələrin sahələrinin cəmi maksimum nəyə bərabər ola bilər? 2 bərabər dairədən söhbət gedirsə, hələ tapaq görək biri maksimum nə ola bilər? Birini tapandan sonra ikisini də tapmış oluruq onsuz da. Şəkil biraz yaxşı görünsün deyə biraz böyük formada burada çəkəcəm işləmək üçün. Aha. İndi hətta təpə nöqtələrini də qeyd eləsək pis olmaz. Bəlkə ehtiyac olur. Deməli, buranın uzunluğu 11-dir, burada 4-dür. Biz fikirləşməliyik ki, maksimum ən böyük nə cür dairə çəkmək olar bunun içərisində? Yəni, nə cür dairə kəsmək olar? İndi, buradan belə bir dairə də kəsmək olar, kiçik. Biraz böyüyünü də kəsmək olar. Bəs bunlardan ən böyüyü nə ola bilər? Ən böyüyü biz fikirləşməliyik ki, bu dairəni çəkəndə, təbii ki, bu dairənin diametri bu 4-ü keçə bilməz. Çünki bu 4-ü keçsə artıq bu düzbucaqlıdan kəsmiş olmayacaq o dairənin. O düzbucaqlıdan böyük olacaq o dairə. Yəni, maksimum diametri 4-ə bərabər olan dairə kəsə bilərik. Maksimum diametri 4-ə bərabər olan dairə kəsdikdə, biraz böyüdək. Aha. Maksimum diametri 4-ə bərabər olan dairə kəsdikdə, onda birinin sahəsi nə olacaq? Pi r kvadratı. R onda 2 olacaq, diametr əgər 4-düsə. Pi r kvadratı da olacaq 4pi. 2 dənəsinin də sahəsi 2 vurulsun 4pi bərabərdir 8pi. Amma bir şeyi nəzərə almaq lazımdır. Bu dəqiqə həmin iki dairəni kəsdik. Ona görə kəsə bildik ki, həmin iki dairəni yan-yana qoyanda onların diametrləri cəmi, hətta onu da çəkim ikincini. Demək istədiyimi daha yaxşı başa düşəsiniz. Həmin iki dənə dairəni yan-yana qoyanda onların diametrləri cəmi, fikir verin,
onların diametrləri cəmi 8 olacaq. Bəlkə bu şəklə uyğun gəlmədi, çünki 11 ilə 4-ün nisbətini mən doğru çəkməmişəm. Bura 11, burada 4 uyğun deyil. Biraz daha uzunluq böyük olmalı idi. Onların diametrləri cəmi 8 olur. Yəni uzunluğu 11 olan düzbucaqlıya uyğun gəlir. Məsəl üçün, desəydi düzbucaqlının uzunluğu 7-dir, yəni 4-ün 2 qatından azdır. Onda diametri 4 olan 2 dənə dairə kəsə bilməzdik. Niyə? Orada diametrlərin cəmi artıq 7-ni keçmiş olacaqdı. Yerləşməyəcəkdi həmin dairələr. Onda ilə nəzərə almalıydıq ki, həmin iki dairə onların həmin iki dairənin diametri uzunluğun yarısına, yəni 7/2-yə bərabər olmalı idi. O da başqa bir tipli məsələ olardı, amma bizdən belə bir şey istəyibdi. Sadəcə fərqli tipli məsələyə hazır olun deyə izah edirəm. Bir neçə natural ədədin hasili 420-yə bərabərdir. Aşağıdakılardan hansı bu ədədlərdən hər hansı iki ədədin cəminə bərabər ola bilməz? Biz hasili 420-yə bərabər olan ədədləri daha yaxşı görmək üçün gəlin 420-ni sadə vuruqlara ayıraq. Deməli, 422-yə böləndə eləyəcək 210, 2-yə böləndə 105, rəqəmləri cəmi 6 3-ə bölünəcək, 35, 5-ə böləndə 7, bu da 7-yə böləndə 1. Deməli, bu sadə vuruqların hasili şəklində belədir. 5 vur 7. İndi deyir ki, aşağıdakılardan hansı bu ədədlərdən, yəni 420-yə, hasili 420-yə bərabər olan ədədlərdən hər hansı iki ədədin cəminə bərabər ola bilməz? Yəni biz burada təkcə bu formada yox da 420 hasili, fərqli formalarda da göstərə bilərik onsuz da. Məsələn, 35 vurulsun, tutaq ki 12. Amma əsas məsələ bu deyil. Əsas məsələ odur ki, o iki dənə istənilən formada yazılışda 2 dənə hasili götürsək, bu ədədlərdən hansısa bərabər ola bilməz. Elə bir variant olmayacaq. Məsəl üçün, 2 dənə vuruğu götürsək 8-ə bərabər ola bilərmi onların cəmi? Təbii ki, ola bilər. Məsəl üçün, bu yazılışda 3 ilə 5-in cəmi 8 edir. Ona bərabər ola bilərmi? Ona bərabər olmaq üçün 3 ilə 7-nin cəmi 10 eləyir. Elə bu yazılışda da tapıram. 11-ə bərabər ola bilərmi? Ola bilər. Bu 2-nin kvadratını 4 kimi göstərsək, yəni 4 vur 3, vur 5, vur 7, 4 ilə 7-nin cəmi olacaq 11. 12-yə bərabər ola bilərmi? Hansı 2 dənəsinin hasili? 5 ilə 7-nin, məsəl üçün, cəmi, o 2 dənə vuruğun cəmi 12 olur. İndi 14 ola bilməz. Təbii ki, biz bunu bircə səfər demirik ki, bu 4-ü ola bildi, 14 də ola bilməyəcək. Onu göstərək nəyə görə ola bilməz. 2 dənə vuruğun cəmi 14 olmağı üçün, natural ədədlərin cəmi, 2 dənə natural ədədin cəmi, 14 olmağı üçün müəyyən kombinasiyalar var. Ya bu 1 13-dür, ya 2 12-dir, ya 3 9-dur. 14-dən gedirdi söhbət, bağışlayın. 3 11-dir. Ya 4 10-dur. Artıq belə davam eləyəcəyik. 5 9 6 8 və yaxud da son olaraq 7 7. Artıq 8 6-nı nə boş-boşuna göstərməyin ehtiyac yoxdur. 6 8 8 6 nə fərqi var? Deməli, ancaq bu 7 halda o 2 dənə hasil vuruğun cəmi 14 eləyə bilər. İndi fikirləşək ki, o vuruqlar 1 ilə 13 ola bilərmi 420-də? 420-nin tərkibində 13 yoxdur. 13 sadə ədəddir. Təbii ki, ola bilməz. 2 ilə 12. 2-lər var, amma 12-nin özü 2-nin kvadratı vur 3-dür. Yəni, 420-ni içində 2 ilə 12 olması üçün bizə 2-dən bir dənə 2, 12-dən də 2 dənə 2. Yəni, toplamda 3 dənə 2 lazımdır. Amma bilirik ki, 420-nin içində toplamda 2 dənə 2 var. Ona görə 2 vur 12 vurulsun başqa ədədlərin hasili şəklində göstərə bilmərik. 3 vur 11
420-nin tərkibində 11 yoxdur. 4 vur 10. Yenə eyni səbəbə görə. 4-ün tərkibində 2 dənə 2 var. Bir də 10 da olması üçün onun tərkibində də bir dənə 2 var axı. Toplamda bizə 3 dənə 2 lazımdır ki, 4 vur 10 bir də başqa ədədlər hasili şəklində göstərir. Amma 3 dənə 2-miz yoxdur. 2 dənə 2-miz var 420-də. 5 vur 9. Bizə 2 dənə 3 lazımdır, amma bizə dənə 3 var. Sadə vuruqlarda fikir verin. 6 vur 8. Burada demişdik ki, 2 dənə 2-miz var, amma 8-in özü ilə 3 dənə 2, bir dənə 2 də 6-dan, yəni 4 dənə 2 lazımdır. 6 vur 8 vurulsun başqa ədədlərin hasili şəklində göstərmək üçün 420-ni və 7 vur 7 vurulsun başqa ədədlərin hasili şəklində göstərmək üçün 420-də bizə 2 dənə 7 ən azından lazımdır. O da yoxdur. Bizə dənə 7 var. Yəni göstərdi ki, nəyə görə o 2 dənə vuruğun cəmi 14 eləyə bilməz. Çünki 14-ü əldə etmək üçün bu kombinasiyaların heç birini əldə edə bilmirik vuruqlardan. Deməli, 14 ola bilmir. 70-ə keçdik. A, B, C ardıcıllığının birinci həddi natural ədəddir. Hər sonraki həddi isə əvvəlki həddən 3 vahid çoxdur. Sadalanlardan hansı düzgündür? Deməli, tutaq ki, birinci hədd A olsun. Onda B nəyə bərabər olacaq? Əvvəlkindən 3 vahid çox. A üstəgəl 3. Yenə 3 vahid çox. A üstəgəl 6. C də A üstəgəl 6. Hamısını aynen ifadə elədik. İndi nə deyir birinci şərtdə? C-dən A çıxanda 6 eləyir. Həqiqətən də C A üstəgəl 6-dır. A üstəgəl 6-dan A çıxanda 6-ya bərabər olur da. A'lar islah gedir. Yəni düzdür. A vur B vur C cüt ədəddir. Biz bilməliyik ki, bir neçə ədədin hasili o vaxt cüt olur ki, o vuruqlardan ən azı biri cüt olsun. Yəni, bizə də nə belə cüt bizə kifayət edir ki, hasil cüt olsun. İndi tutaq ki, A təkdir. A təkdirsə, təkin üstündə tək, yəni 3 gələndə cüt olacaq. İndi bu cütdürsə, cütün üstünə 3 gəlsək, yəni tək ədəd gəlsək, tək olacaq. Onda belə olan halda tək vur cüt, yəni 3 dənə vuruqdan ən az biri cütdür, olacaq cüt. Niyə? Təki cütə vuranda cüt olacaq. Həmin cüt təkə vuranda yenə cüt olacaq. Yəni, burada oldu. Amma A tutaq ki, deyək cüt oldu. Üstünə 3 gələndə, yəni tək ədəd gələndə tək olacaq. Təkin üstünə 3 gələndə, yəni tək gələndə cüt olacaq. Belə olan halda da təbii ki, bunların hasili də 2 dənə cüt ədəd var. Təbii ki, cüt olacaq. Deməli, bu da doğrudur. A üstəgəl B üstəgəl C bölü 3 tam ədəddir. Biz B nəsəyi onsuz da A ilə ifadə eləmişik. Üstəgəl A üstəgəl 3. Üstəgəl A üstəgəl 6. Bölünsün 3 deyir tam ədəddir. Baxaq. Sürəti biraz sadələşdirək. 3A üstəgəl 3 ilə 9 toplayanda 9 eləyir. Bölünsün 3. Sürətdə 3-ü mötərizə xaricində çıxardaq. A üstəgəl 3. Bölü 3. 3-lər ixtisar getsə, geriyə qalacaq A üstəgəl 3. Yəni, A üstəgəl B üstəgəl C bölü 3. A üstəgəl 3-ə bərabər deyir, tam ədəddir. Təbii ki, bizə başda demişdik ki, birinci həddi natural ədəddir A. A-nın üstü naturalın üstünə natural gələndə natural olacaq. İstənilən bir natural ədəd, onsuz da tam ədəddir. Natural ədədlər çoxluğu, tam ədədlər çoxluğunun alt çoxluğudur. Bu da doğrudur. Yəni, hər biri doğrudur. İndi baxaq 71-ci suala. Tina 2 yolla məktəbə gedə və geri qayıda bilər. Bunlardan biri daha qısadır. Yəni, uzun yol və qısa yol var. Əgər Tina evdən məktəbə qısa yolla gedəcək və uzun yolla qayıdacaqsa, o cəmi 940 metr yol getməli olacaq. Qısa yol olsun X, uzun yol olsun Y. Bu qısadır, bu da uzun yol. Yəni, bizə birinci şərt, təkcə birinci şərti istifadə edərək görək nə tapa bilirik. X üstəgəl Y bərabər 940-a. Biz buradan nə tapa bilərik? Hardan bilək? Nəyə soruşur? Tinanın evindən məktəbə qədər olan uzun yolun, yəni Y-in nəyə bərabər olduğunu hardan bilə bilərik? Təkcə onu bilə bilərik ki, 940-ın yarısı 470-dir. Deməli, uzun yol olan 470-dən böyük olmalıdır, qısa yol da 470-dən kiçik olmalıdır. Təkcə bunu bilə bilərik. İkinci şərti istifadə edərək nəyə tapa bilərik? Əgər Tina evdən məktəbə qısa yolla gedəcək və geri də qısa yolla qayıdacaqsa, yəni 2 dəfə də qısa yolu istifadə edir. Bağışlayın, burada Y olmayacaq. Hər ikisində qısa yolu, yəni X bərabərdir 780 metr. Deməli, buradan 2X bərabərdir 780-ə.
X də bərabərdir 390-a. Təkcə ikinci şərti istifadə edəndə biz qısa yolun uzunluğunu tapırıq. Uzunu tapa bilmirik. Deməli, təkcə ikinci şərtdə kifayət deyil. Amma ikisini birlikdə istifadə eləsək, ikinci şərtdən X-i tapdıqmı 390? İndi X-in yerinə qoyuruq 390-ı topla Y bərabər 940-a. İndi buradan da Y-i 940 çıxılsın 390-dan tapırıq. O da eləyəcək 550 metr. Deməli, birinci və ikinci şərtlər kifayətdir, ayrı aralıqda isə kifayət deyillər. İndi baxaq 72-ci suala. Baxaq 72-ci suala. X və Y sıfırdan fərqli ədədlərdir. İki şərt verilibdir. Təkcə birinci şərtə baxaq. Deməli, birinci şərtdə bizə deyir ki, X, Y, yəni iki ədədin hasili sıfırdan kiçikdir. O zaman mümkündür ki, biri müsbətdir deməli, biri də mənfidir. Amma hansının hansı olduğunu bilmirik. Yəni, ola bilsin X müsbət, Y mənfi və yaxud da X mənfi, Y müsbət olsun. Əslində, bizə veriləni tapmaq üçün, yəni X bölünsün Y-in mənfi birdən çox olub olmadığını müəyyən etmək üçün heç hansının böyük olub olmadığını bilmək lazım deyil. Yəni, onsuz da bilirik ki, mənfi və müsbət ədədin nisbəti də mənfi olacaq. Amma tutaq ki, X modulu kiçik olan olsa, yəni modulu kiçik olan olsa və Y modulu böyük olan olsa, yəni sıfırdan daha uzaq olsa, həmin zaman nisbət mənfi birdən böyük olacaq. Məsəl üçün, bir dənə nümunə ilə göstərək. Məsəl üçün, X olsun 4, Y də olsun mənfi 5. Təbii ki, biz bilirik ki, bu ədəd mənfi birdən böyük olacaq. Önəmi yox dediyim kimi, X-in müsbət və ya mənfi olduğunu. Baxın, indi məsəl üçün, X olsun mənfi 4, Y olsun 5. Onda nə olacaq? Onda da yenə görürük ki, yenə eyni şey, yenə mənfi birdən böyük olacaq bu nisbət. Amma tam tərsi də ola bilər. Ola bilsin, X-in modulu Y-in modulundan böyük olsun. Yəni, məsəl üçün, mənfi 5 bölünsün 4. Burada da görürük artıq, tam əksi. Bu nisbət bərabər olacaq mənfi 1,25. Hətta belə də yazaq. O da deməli, kiçik olacaq mənfi 1-dən. Eyni qaydada da 5 bölünsün mənfi 4-də yaza bilər, amma heç bir önəmi yoxdur. Yəni, gördük, birinci şərtdə mənfi 1-dən kiçik də ola bilər, böyük də, hətta bərabər də ola bilər, bir-birinə əks ədədlər olanda X və Y. İndi baxaq ikinci şərtə. İkinci şərt bizə nə deyir? İkinci şərt onu deyir ki, X üstəgəl Y sıfırdan böyükdür. Görək, təkcə bu şərti istifadə etməklə X bölü Y-in nisbəti mənfi 1-ilə müqayisə edə bilirikmi? X üstəgəl Y, yəni iki ədədin cəmi sıfırdan böyükdürsə, bu o zaman mümkündür ki, ya ikisi də müsbət olsun, ya da biri müsbət, biri mənfi olsun, ancaq müsbət olanın modulu daha böyük olsun. Yəni, müsbət olan sıfırdan daha uzaq olsun. Yəni, məsəl üçün, 5-dən mənfi 3, amma bilmirik, X hansıdır, Y hansıdır. Hər ikisi müsbət olanda, təbii ki, biz bilirik ki, həmin nisbət mənfi 1-dən böyük olacaq. Nəyə görə? Müsbət ədədin nisbəti müsbət olacaq və mənfi 1-dən böyük olacaq. Biri müsbət, biri mənfi olanda isə, əgər mənfinin modulu, məsəl üçün, mənfinin modulu müsbətin modulundan böyük olsa, məsələn, mənfi 5, yəni eyni nümunə, bölünsün 4. Burada biz görürük ki, artıq bu mənfi 1-dən kiçik olacaq. Deməli, ikinci şərtdə kifayət eləmədi. Həm mənfi 1-dən böyük, həm mənfi 1-dən kiçik oldu. İndi hər ikisini birlikdə istifadə eləyək. Biz demişdik ki, birinci şərtə əsasən biri müsbət, biri mənfi. İkinci şərtə əsasən ya hər ikisi müsbət, ya da hər biri müsbət, biri mənfidir. Bunları birləşdirəndə, yəni kəsişməsini götürəndə biz başa düşürük ki, bu iki şərt ancaq o zaman ödənir ki, yəni hər ikisi. Biri müsbət və biri mənfi olmalıdır. Və biz də dedik ki, biri müsbət və biri mənfi olan halı yoxladıq ki, X-in Y-ə nisbətini mənfi 1-dən böyük də ola bilər, mənfi 1-dən, məsəl üçün, burada mənfi 1-dən kiçikdir, burada mənfi 1-dən böyükdür və hətta dedik bir-birinə əks ədədlər olanda, onda da mənfi 1-ə bərabər. Yəni, ikisini birlikdə istifadə edəndə heç kifayət olmur. Deməli, cavab olacaq D variantı. Sonra 73-ə baxaq. Düzbucaqlı formasında ərazi hasarla əhatə olunmuşdur. Ərazinin uzunluğu ərazinin enindən 2 dəfə çoxdur. Gəlin bu şəkli çəkək.
İndi bizə deyir ki, ərazinin uzunluğu n-dən 2 dəfə çoxdur. N olsun x, uzunluğu da olsun 2x. İndi nə deyir? Ərazinin uzunluğu, sonra deyir, ərazini əhatə edən hasarın uzunluğunun nəyə bərabər olduğunu müəyyən etmək üçün. İndi hasarın uzunluğu təbii ki, bu düzbucaqlının perimetri olacaq. Birinci şərtə əsasən biz tapırıq ki, düzbucaqlının perimetri bunların cəmi vurulsun 2-dir. Yəni, perimetr düsturu 2 vurulsun A üstə gəl verdir də. X üstə gəl 2x. O da bərabər olacaq 2 vurulsun 3x-ə. O da bərabərdir 6x-ə. Təbii ki, biz buradan hasarın toplam uzunluğunun 6x olduğunu tapdıq. Nəyə bərabər olduğunu tapmadıq. Yəni, x-i bilməliyik ki, perimetri bilək də, yəni hasarın uzunluğunu bilək. İndi ikinci şərtə baxaq. İkinci şərt nə deyir? Ərazini əhatə edən hasarın uzunluğu ərazinin enindən 6 dəfə çoxdur. Əslində, indi burada da eni nöqtəyə gələcəyik. Çəkəndə indi görək nəyə görə eni nöqtəyə gəlirik. Deməli. İndi bizə deyir ki, nə deyir? Ərazini əhatə edən hasarın uzunluğu ərazinin enindən 6 dəfə çoxdur. Yəni, n-ə x desək, bizə nə deyir? Perimetrin 6x-ə bərabər olduğunu deyir. 6 dəfə çoxdur. Buranın hələ nə olduğunu bilmirik uzunluğun. Gəlin bunu tapmağa çalışaq. Perimetrdən uzunluğu çıxarmağa çalışaq. Tutaq ki, bura b olsun, amma x ilə ifadə eləməyə çalışacağıq. X üstə gəlinsin b bərabərdir 6x-ə. İndi deməli x üstə gəl b bərabərdir 3x-ə 6x bölü 2-dən. Deməli buradan da b bərabərdir 3x çıx x-dən 2x. Yenə eyni şeyi tapdıq. X ilə ifadə elədiyi uzunluğu da. Yenə eyni şeyi tapdıq ki, uzunluq n-dən 2 dəfə böyükdür. Amma hasarın uzunluğunu müəyyən etmək üçün yenə 6x bilmirik yenə x-i, yenə ifadə eləmirik. Deməli verilən şərtlər kifayət deyil. İndi baxaq 74-cü suala. 2 şərt verilibdir. Birinci 2a üstə gəl 3 bərabər 0 a-nın nəyə bərabər olduğunu müəyyən etmək üçün. Yəni, çox sadə bir şərtdir. Yəni, birinci şərtin kifayət olduğunu açıq aydın görürük. Çünki 2a üstə gəl 3 0-a bərabərdirsə, deməli 2a bərabərdir mənfi 3-ə, a da bərabərdir mənfi 3 bölünsün 2-yə. Yəni, mənfi 1,5-ə. İndi ikinci şərtə baxaq. Deməli, birinci şərt kifayət elədi. İkinci şərt nə deyir? A üstə gəl 3-ün kvadratı bərabərdir a kvadratına. Açmaq da olar a kvadratını digər tərəfə keçirib kvadratlar fərqi düsturunu tətbiq eləmək də olar. Açmağı ikisindən birini göstərək. Gəlin kvadratlar fərqi düsturu ilə göstərim. Açmaq onsuz da daha asandır. A üstə gəl 3-ün kvadratı bərabərdir a kvadratı. İndi a kvadratını digər tərəfə keçirsək, a üstə gəl 3-ün kvadratı çıxılsın a kvadratı bərabərdir 0 olacaq. Gördüyünüz kimi, bu müxtəsər vurma düsturundan kvadratlar fərqidir. A kvadratı çıxılsın b kvadratı. Yəni, burada a-nın yerində a üstə gəl 3 durubdur. Üstə gəl, yəni a üstə gəl b, daha doğrusu, a üstə gəl 3 üstə gəl a, bir də a üstə gəl 3 çıx a. Yəni, a üstə gəl b, a çıx b-də a ilə b-nin əvəzinə a üstə gəl 3-dən a durub sanki. İndi bu nəyə bərabər olacaq? 2a üstə gəl 3 vurulsun. Burada da a-lar islah gedəndən sonra 3 qalacaq. Bərabərdir 0-a. Deməli, 2a üstə gəl 3 bərabərdir 0-a. Eyni tənliyə gəldik. Buradan da tapmışdıq ki, a bərabərdir mənfi 1,5-ə. İkinci şərtdə kifayətdir. Deməli, ayrı aralıqda həm 1, həm 2 kifayətdir. Dediyim kimi, açmaq da olardı. Bu olacaqdı a kvadratı üstə gəlinsin 6a üstə gəl 9. Bu da a kvadratı. A kvadratını digər tərəfə keçirəndə 6a üstə gəl 9 bərabər 0 olacaqdı. Yenə eyni nəticəyə gəlmiş olacaqdıq. Fərqi yoxdur. Və müxtəlif üsullar hamısı düzgün cavaba gedir, əgər üsul düzdürsə. A və b müsbət ədədlərdir. 2a-nın və 2b-nin ədədi ortası 15-ə bərabərdir. A və b ədədlərinin ədədi ortasının nəyə bərabər olduğunu müəyyən etmək üçün. Deməli,
Birinci şərtə baxaq. Nə deyir bizə? 2A üstə gəl 2B ədədlərinin ədəd ortası. 2 dənə ədəd var, ədəd ortanı tapanda 2-yə böləcəyik saya. Bərabərdir 15. Deməli 2A üstə gəl 2B bərabərdir 30-a. Buradan 2-ni mötərizə xaricində çıxartsaq. A üstə gəl B bərabərdir 30. Deməli A üstə gəl B bərabərdir 30 bölünsün 2-dən 15. A üstə gəl B-nin 15-ə bərabər olduğunu biliriksə, onların ədədi ortasını tapanda nə edəcəyik? A üstə gəl B-ni onların sayına, yəni 2-yə böləcəyik. O da eləyəcək, A üstə gəl B 15 idi, 15 bölü 2, 7,5. Gördüyünüz kimi tapa bildik birinci şərtdən. Deməli, birinci şərt kifayətdir. İndi ikinci şərtə baxaq. 2A-nın və 4B-nin ədədi ortası 17-yə bərabərdir. Aha. Deməli, 2A üstə gəl 4B. Onların ədəd ortası 17-dir. Yalnızca ikinci şərt istifadə edirik. Deməli, buradan nə tapırıq? Burada 2-yə ixtisar geçsə, çarpaz vurmağa da ehtiyac yoxdur. Nə tər eləyirsiniz? Eləyin, fərqi yoxdur. Aha, burada da 2-yə ixtisarla eləyək. Bayaq çarpaz vurma ilə elədik. Deməli, 2-ni mötərizə xaricində çıxardaq. A üstə gəl 2B bölünsün 2 bərabərdir 17. 2-lər ixtisar geçsin. A üstə gəl 2B bərabər olsun 17-yə. Biz nəyi tapmalıydıq? A və B ədədlərinin ədəd ortasını. Bunları tapmaq üçün A üstə gəl B-ni 2-yə bölməliyik. Və biz burada A üstə gəl 2B-ni 17 olduğunu bilirik. A üstə gəl B-ni tapmaq üçün bu ifadədən A üstə gəl 2B-dən B çıxmalıyıq. Yəni A üstə gəl B biz bilirik ki, nəyə bərabərdir? Bu ifadə çıxılsın B. Yəni A üstə gəl 2B çıxılsın B-yə bərabərdir. O da bərabərdir. A üstə gəl 2B 17-dirsə, o da 17 çıx B-yə bərabərdir. Yəni, bura 17 çıx B-dir. Biz B-nin qiymətinin nə olduğunu bilmədən onu 2-yə bölə bilmərik. 17-dən gərək B-ni çıxaq, onun qiymətini bilək ki, 2-yə də böləndə nə olduğunu bilək. Deməli, ikinci şərt kifayət eləməyəcək. O da birinci şərt kifayət. Deməli, A bənd olacaq. Gəldik məsələlərə. Deməli, kubdan düzbucaqlı paralelipedin kəsilməsi ilə alınan cismin ölçüləri şəkildə göstərilmişdir. Deməli, bilirik ki, bu fiqur kubdur. Bunu iki üsulla eləmək olar. Cismin həcmi neçə kub santimetrdir? Ya buradakı paraleliped, burada alınan fiquru 2 dənə paralelipede bölürük. Altda qalan paralelipedi və üstdə qalan paralelipedlərin həcmini toplamaqla mən o cür eləməyəcəm. Nə cür eləmək olar? Kubdan bu kəsilmiş paralelipedin həcmini çıxacaq, yəni azaldacaq da. Kubun həcmi nədir? Görürük ki, kubun tili 5-dir. Deməli, həcmi 5-in kubu bərabərdir 125-dir. İndi gələk kəsilmiş paralelipedin həcminə. Kəsilmiş paralelipedin ölçülərini tapmalıyıq. Baxın, indi buradan bura 4-dürsə, bütün kubun tili isə 5-dir. Yəni, o kəsilən hündürlük biz başa düşürük ki, 5 çıx 4-dən 1 olmalıdır. Burada biraz yaxınlaşdıraq. Deməli, başa düşürük ki, buradakı hündürlük 5 çıx 4-dən 1 olur. İndi, bura 3-dürsə, bura da 3-dür. İndi, bura 3-dürsə, kubun tili də 5-dirsə, başa düşürük ki, buranın uzunluğunu necə tapa bilərik biz? 5-dən 3 çıxırıq, o da qalır 2. İndi, sadəcə bir dənə ölçü qaldı bu paralelipeddə, o da buradır. O da bilir ki, kubun tilinə bərabərdir, çünki bura paraleldir, o da 5 olacaq. Deməli, başa düşürük, burada kəsilmiş paralelipedin həcmi nədir? 1 vur, 2 vur, 5, o da bərabər 10. Yəni, kubdan paralelipedi kəsəndə bu fiqur qalır, yəni kubun həcmindən o kəsilən paralelipedin həcmini çıxırıq, bizə verilən narıncı rəngdəki fiqurun sahəsini tapırıq. Deməli, olur 115. Bayaq ki, ölçüyə qaydaq. Aha. Deməli, həcmi 115-ə bərabər imiş. İndi keçək 77-yə. İrma Nika ilə müqayisədə 25% çox maaş alır. Gəlin maaşları ifadə eləyək. Bu olsun İrma
Bu da olsun Nika. 20-a 25%. Deməli, Nikaya x desək, x-dən 25% çox olan ədəd 1,25 x-dir. İndi, Nika 20 ilə müqayisədə neçə faiz az maaş alır? Biz bir ədəd digərindən neçə faiz azdır? Necə tapa bilirik? Məxrəcdə hansına nəzərən müqayisə ediriksə, onu yazırıq. Biz deyirik, Nika 20 ilə müqayisədə, yəni 20-ya nəzərən müqayisə edirik. 1,25 x. Sürətdə isə nə yazırıq? Onların fərqini 1,25 x çıxılsın x. Orada qalacaq bu 1x-dir. Yəni 1,25-dən 1-i çıxacaq, olacaq 0,25 x 1,25 x. O da bərabər olacaq nəyə? X-lər ixtisar gedir. 0,125 ilə 1,25-də 0,125 ixtisar gedəndə 5-də 1. Deməli 5-də 1 qədər azalır. O da 20 faizə də çevirəndə 100-ə vuracaqdıq 5-də 1-i. Son 100%. O da eləyəcəkdi 20%. 5 ixtisar gedəndən sonra burada 20 qalacaqdı. Belə. Məsəl üçün, burada 20 Nika ilə müqayisədə 25% çox maaş alır. İndi məsəl üçün, bayaq göstərdiyim metodu indi həqiqətən bu iki dənə dəyişən üzərində göstərək. Nika ilə müqayisədə deyir. Deməli, Nika x-dir. 20 1,25 x olduğuna görə yenə böyükdən kiçiyi çıxırıq. Onda faiz göstəricisini göstərmək istəyiriksə, bu hissəni göstərir. 100-ə də vuranda neçə faiz az olduğunu göstərəcək. Bərabər olacaq 0,25 x bölü x vurulsun 100-ə. İndi burada bu təbii ki 1x-dir. 0,x-lər ixtisar gedir. 0,25 ilə 1. Hətta 4-ə vura bilərik. Həm sürət, həm məxrəci kəsirdən xilas olmaq üçün 1 bölü 4 olacaq. Amma elə 0,25 ixtisar gedəndə də 1 bölü 4. O da 100%-ə də vuranda gördüyünüz kimi həqiqətən də burada 25 qalacaq. Həqiqətən də bu formada da göstərdik ki, nəyə görə yazdığımız bu 1,25x-dən x. Bu buna nəzərən neçə faiz çoxdur. Yəni, hansına nəzərən müqayisə ediriksə, məxrəcə onu yazmalıyıq. Onun hansısa faizini təşkil edir. İndi baxaq 78-ci suala. 4, 5, 6 və 8 rəqəmləri ilə bütün mümkün 3 rəqəmli cüt ədədləri yazdılar. Hər bir ədədin yazılışında rəqəmlərin 3-ü də bir-birindən fərqlidir. Yəni, rəqəmləri müxtəlif olan 3 rəqəmli ədədlər yazırlar. Cəmi neçə ədəd yazdılar? İndi, ümumiyyətlə, bu 4 dənə rəqəmdən biraz ehtimal mövzusuna keçmiş olacaq. Burada izah verəcəm biraz. 4 dənə rəqəmdən, rəqəmləri müxtəlif olan neçə dənə ədəd düzəltmək olar? Təkcə cütü demirəm, ümumiyyətlə. Burada bəlkə də uşaqların qarışdırdığı bir mövzu var. Kombinzonla permutasiyanın fərqi nədir? Onu izah eləyəcəm. Deməli, kombinzon 4 dənədən 3-ünü seçirik da. İndi burada kombinzon 3 mü olmalıdır? Yoxsa permutasiya 4-dən 3 mü olmalıdır? Biz nəyə əsasən qərar veririk bunun hansı olacağına? Ona əsasən qərar veririk ki, hər birinin ümumiyyətlə düsturunu yazaq. Düsturunu yazanda daha açıq aydın görəcəyik nədir onların fərqi. Kombinzon m-dən n bərabərdir. M faktorial bölünsün. N faktorial vurulsun m minus n faktorial. İndi permutasiyanın da düsturunu yazaq. Bu hissə ola bilsin çətin olacaq bəziləri üçün, amma yenə də izah eləyirəm. Bəlkə faydalanan olar. M faktorial bölünsün. M çıxılsın n faktorial. Fikir verin. Permutasiyanın kombinzonun düsturuna tək fərqləri nədir? Burada n faktorial var məxrəcdə. Yəni, bir də n faktoriala böldüm. Yəni, permutasiya n faktorial dəfə böyükdür. Nəyə görə n faktorial dəfə böyükdür? Yəni, məsəl üçün, burada 3 faktorial qədər böyük, 3 faktorial dəfə böyük olacaq. Kombinzon odur ki, əgər biz 4 dənədən 3 dənə nəyisə seçiriksə, amma onların yerini dəyişmirik seçdiyimiz şeylərin, o vaxt istifadə edə bilərik. Məsəl üçün,
4 dənə insandan 3 dənəsini neçə üsulla seçmək olar? Yəni, burada hər biri eynidir. Yəni, onların yer dəyişməsinin nə üsulu var? Yəni, istəyir 1, 2, 3 olsun, istəyir 3, 2, 1-ci insanlar olsun, adamlar olsun, ya da 2, 3, 1-ci. Bunların yer dəyişməsinin heç bir əhəmiyyəti yoxdur. Amma ədədlərdə 3 dənə ədədi seçəndə biz, məsəl üçün 4, 5, 6-nı seçirik. Onda 456 olmuş olur. Amma onların 3 faktorial dəfə yer dəyişməsi, yəni 6 müxtəlif ədəd əldə eləmiş oluruq. Yəni, məsəl üçün, burada 5, 4, 6 fərqli bir ədəddir. 6, 5, 4 fərqli bir ədəddir. Yəni, burada o vaxt permutasiya seçirik ki, seçdiyimiz 3 dənə və yaxud da fərqli sayda bir şeyin yer dəyişməsinin mənası olsun. O vaxt permutasiya istifadə edirik. Yer dəyişmənin mənası olmayanda sadəcə kombinizon istifadə edirik. Ona görə permutasiya n faktorial dəfə böyükdür. Həmin n dənə şeyin n faktorial dəfə yer dəyişməsinə görə. Ümid edirəm, başa düşənlər olacaq. Deməli, indi burada ədədlərin yer dəyişməsinin əhəmiyyəti olduğuna görə, çünki müxtəlif ədədlər yaranır, burada da göstərdiyim kimi. İndi 4 ədəddən 3 ədədi 4 faktorial bölünsün 4 çıxılsın 3 faktorial üsulla seçəcəyik. O da 4 faktorial bölünsün 1 faktorial, yəni 1-dir. Davamını, hətta bunu belə eləyək. Bunu burada olsun. Deməli, burada nə olacaq? 4 faktorial bölünsün 1 faktorial, yəni 4 faktorial olacaq. 1 faktorial 1-ə bərabərdir. O da olacaq 1-dən 4-ə kimi ədədlərin hasili 24. Deməli, 24 dənə müxtəlif ədəd yaza bilərik. Təbii ki, bunu bilməyəndə, yəni ehtimalla işləməyi bilməyəndə, permutasiya kombinizonla işləməyi bilməyəndə götürüb onların hər birini yer dəyişməklə yazmağa məcburuq. 24 dənə ədəd yazmalıyıq. Amma o da bizim istəmədiyimiz bir şeydir. Ən azından bunu bilməyənlər onu da istifadə edə bilər o üsulu. İndi deyir ki, cüt ədədləri elə yazdılar ki, hər bir ədədin yazılışında rəqəmlərin üçü də bir-birindən fərqlidir. Amma bizə toplam 24 dənə ədəd var, amma bizə cüt olanlar lazımdır. Fikir verin, 4 dənə rəqəmimiz var. Hansı hallarda ədədimiz cüt olacaq, hansı hallarda cüt tək olacaq? Biz bilirik ki, cüt ədəd sonu 0, 2, 4, 6, 8 ilə bitən ədədlərdir. Təklər isə 1, 3, 5, 7, 9 ilə bitənlərdir. Deməli, sonu nə vaxt ki 7 olacaq, onda həmin ədədlər, həmin 3 rəqəmli ədədlər tək olacaq. Və 4 dənə rəqəm olduğuna görə, həmin ədədlərin 24 dənə ədədin 4də birində, 5 bir dənə olduğuna görə 4də birində sonunda 5 gələcək. Yəni 24 vurulsun 4də 1. 4-də ixtisa gedənsə 6 qalacaq. Yəni 6-sında həmin 24 ədədin sonunda 5 gələcək. Tək olacaq. Tək olmayanlar da, geridə qalanlar da cüt olacaq. Yəni 24 çıx 6, 18 dənəsi isə cüt olacaq. Cavab olacaq burada. Düzbucaqlı üçbucaqlıya və düzbucaqlıya və altıbucaqlıya bölünmüşdür. Onun bəzi tərəflərinin uzunluğu şəkildə göstərilmişdir. Altıbucaqlının sahəsi 4 kvadrat santimetrdir. Bu altıbucaqlının perimetri nəyə bərabərdir? Deməli, bu altıbucaqlının sahəsinin 4 kvadrat santimetrə bərabər olduğunu deyir. Gəlin onda belə bir şey eləyək. Biraz şəkli yaxınlaşdıraq üzərində işləmək üçün. Deməli, buradan 2 dənə düzbucaqlıya bölürük. Təbii ki, bu tipli fiqurların sahəsini tapmaq üçün ya bütün fiqurdan burada alınan fiqurun sahəsini çıxa bilərdik. Ya da ki, müəyyən sayda düzbucaqlıya bölməklə tapa bilərik. Ya belə bölə bilərdik, ya da beləsinə vertikal şəkildə bölə bilərdik. İndi bu fiqurun sahəsi nədir? Üstdəkinin 1 vur 2-dən 2 sm kvadrat olur da. 2 kvadrat santimetr. Bəs buranın sahəsi nə olmalıdır ki, bizim altıbucaqlının sahəsi demişdi 4 kvadrat santimetrdir. Yəni bu narıncı fiqurun sahəsi. Deməli, burada el olmalıdır. Burada 2 kvadrat santimetr olmaq üçün 1-i biz neçəyə vurmalıyıq ki, 2 kvadrat santimetr əldə edək? Deməli, bura 2-dir. Onda burada təbii ki 1 olur. Burada 1 olur. Bura 2 olur daha doğrusu. Deməli, bu düzbucaqlının uzunluğu 3-dür.
Eni də onsuz da vermişdi 2-dir. Bizə lazım olan bu tərəfi tapmaq idi. Deməli 3-ün 2-yə düzbucaqlıdır. İndi qaydaq məsələmizdə görək bizdən nə istəyirmiş. Deyir ki, bu altıbucaqlının perimetri nəyə bərabərdir? Aha, altıbucaqlının 6 dənə tərəfi var. Yəni bu tərəf 2-dirsə, burada 2 olacaq. Onda burada 1-dir. Bütün tərəfləri toplayaq gəlin. Buradan başlayaraq saat əqrəb istiqamətində gedəcəm. Deməli 1 topla 2. Bura 1, bura 2 olduğuna görə toplam 3-dür. Üstə gəl. Bura 1-dir. Bura 2-dir. Bura da 1-dir. Yəni üstə gəl 2. Üstə gəl 1. Deməli neçə olacaq? 3, 6, 7, 10 olur. Səhv eləmirəmsə. Deməli 10 sm-ə bərabərdir perimetr. İndi istənilən natural x ədədi üçün ulduz ilə elə əməliyyat işarə olunmuşdur ki, x ulduz bərabərdir x bölü 3-ə. Əgər x 3-ün bölünənidirsə, deməli x 3-ə qalıqsız bölünən bir ədəddirsə, x-i 3-ə bölməliyik. X ulduz bərabərdir x üstə gəl 4. Əgər x 3-ün bölünəni deyilsə, yəni 3-ə qalıqla bölünürsə, natural ədəd a 3-ün bölünəni deyil. Əgər a ulduz, bir dəfə yenə ulduz, bərabərdir a olarsa, onda a ulduz nəyə bərabərdir? Əgər natural ədəd a 3-ün bölünəni deyilsə, deməli a ulduza, içəridəki a ulduzla başlayırıq birinci. Nə tətbiq eləməliyik? Üstünə 4 gəlməliyik, çünki 3-ün bölünəni deyil. Başda yazaq a ulduz bərabər olacaq a üstə gəl 4-ə. Nəyə görə? Çünki 3-ün bölünəni deyil. İndi biz nəyi tapmalıyıq? A ulduzu a üstə gəl 4 ilə əvəzlədik və deməli ulduz bərabərdir a-ya olubdur. İndi fikirləşin. Bu ədəd 3-ün bölünənidirmi, yoxsa bölünəni deyilmi? Təbii ki, bu ədəd 3-ün bölünəni olmalıdır mütləq şəkildə. Nəyə görə? Çünki 3-ün bölünəni olmasa, bu ədədin də üstünə bir dəfə yenə 4 gəlməliyik. Yəni, bunu istifadə eləməliyik. Bunu yox. Yəni, bunu bir dəfə istifadə edəndə, buradakı ədədin üstünə 4 gələndə a üstə gəl 8, yəni 4 üstə gəl 4-dən a-ya bərabər olmayacaqmı? Təbii ki, bu riyazi olaraq mümkün deyil. Niyə? Çünki ədədin üstünə 8 gələndə həmin ədədə bərabər ola bilməz. A-nı digər tərəfə keçəndə 8 bərabər 0 bərabər yanılırıq, hansı ki, boş çoxluğa bərabərdir. Deməli, mütləq şəkildə a üstə gəl 4 3-ün bölünəni olmalıdır ki, burada a-ya bərabər olsun. A üstə gəl 4, 3-ün bölünəni isə 3-ə böləcəyik. O da bərabər olacaq a-ya. Deməli, çarpaz vuraq. Təbii ki, çarpaz vuranda a-nı a bölü 1 kimi yazırıq. Ona görə 1-i bura vururuq, yəni heç nəyə vurmayaq. Olduğu kimi qalacaq a üstə gəl 4, 3a. Yəni, belə nəzərdə tuturam da. A elə a bölü 1 da. Təbii ki, çarpaz vuranda da a üstə gəl 4 dəyişməyəcək 1-ə vurduğumuza görə. Ancaq bunu buradakı ədədə vururuq, məxrəcə ədədə vururuq. Deməli, buradan a-nı digər tərəfə bir dəqiqə nəyəsə səhv elədikmi biz burada? 3a bərabər a üstə gəl 4. Aha. Deməli, 2a bərabər olacaq 4-ə. A da bərabər olacaq 2-yə. A 2-dirsə, bizdən nəyi soruşurdu? A ulduzun nəyə bərabər olduğunu. A ulduz da deməli olacaq a üstə gəl 4-ə bərabər olacaq da. Yəni 2 üstə gəl 4-ə. O da bərabərdir 6-ya. Həqiqətən həmin 6-nı da təzədən 3-ə böləndə 2-yə bərabər olacaq. Hansı ki, a da oradan 2 idi da. Deməli, a ulduz bərabər imiş a 6-ya. Bununla da biz 2021-ci ilin ümumi qabiliyyət imtahanı riyazi hissəsinin suallarını yekunlaşdırdıq. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.